Salam Göyər xanım. Salam, axşamı xeyir mənim canım cigərim. Sən mənə oğlumdan da balacasan. Təşəkkür edirəm. Çox sağ olun. Biz bugün Ramin bəyin ad günündən gəlmişik. Sorğu belə ad günlə bağlı suallar soruşuram. Nə deyə bilərsiniz? Ramin gözəl sənətkar, gözəl insan. Mən onun sənətkarlığından başqa gözəl insanlığına vurulmuşam. Neçə belə ad günləri keçirsin, ona can sağlığı, bol ruzu arzulayıram. Öpürəm mən Ramini. Mən Ramini çox istəyirəm. O da mənim oğlum yaşındadır. Elə oğlum deyirəm ona. Sizdən bir sual soruşa bilərəm. Mən özüm aparıcılığa doğru gedirəm, hazırlaşıram. Çox gözəl. İndi 10-cu sinifəm. Siz mənə belə sənətkar kimi Ay, sənə uğurlar arzulayıram oğlum, uğurlar arzulayıram. Nə məsləhət görə bilirsiniz? Amma jurnalist olacaqsan, Allah Fikirlərim qoysa. var. Amma haqqı ol günə. Haqqa yox. Haqla gediginə, Allahın yolu ilə gediginə. Təbrik edirəm. Belə bundan da belə yüksək sənətin sahibi olasan. sağ olun. Öpürəm sənəti. Çox sağ olun. Sağ olun. Canım bir dənə. Bir dənə o yanına. Ay sağ ol. Здравствуйте, Айгин ханым. Здравствуйте, здравствуйте. Здравствуйте. Мы сегодня снимаем опрос про день рождения Рамин Бэя. Что можете сказать насчет сегодняшнего дня? Сегодняшнего дня я могу сказать только сегодня праздник музыки в Азербайджане, потому что сегодня родился такой великий музыкант, как Рамин. Siz nəsə demək istəyirsiniz? Mən Azərbaycan dilində demək istəyirəm. Mən Ramin bəyi təbrik edirəm. Biz fəxr edirik ki, bizim Azərbaycanımızın Ramin Həsənov kimi skripka ifaçısı, böyük ürəkli sənətkarı var. Təbrik edirik. 100 yaşa sənətkar. Çox sağ olun. Salam Leyla xanım, necəsiniz? Salam, çox sağ olun, xoş gördük, yaxşıyam. Biz bugün Ramin bəyin ad günü ilə bağlı sorğu çəkirik. Nə deyə bilərsiniz bugünkü tədbir haqqında, məclis haqqında? Mən Ramini təbrik edirəm. Allahdan ona uzun ömür, can sağlığı arzu edirəm. O bizim üçün çox dəyərlidir. Bizim Azərbaycan xalqı üçün çox dəyərlidir. Allah ona can sağlığı versin. Bir də özüm üçün bir sual soruşa bilərəm. Mən özüm aparıcılıqla yavaş-yavaş çalışıram. Siz nə məsləhət görə bilərsiniz mənə bir müğənni kimi? Bir müğənni kimi. Heç nə, uğurlar arzu edirəm sənə. İnşallah ki, istədiyin yəni məqsəddir də yəqin ki, məqsədinə çatarsan inşallah. Oldu, çox sağ olun. Salamlayıram hər kəsi. Mən bugün Ramin bəyin ad gününə bağlı soruşuram. Ad günü barəsində nə deyə bilərsiniz? Ad günü barəsində yox, səbəbkar barəsində deyə bilərəm ki, Ramin həm sənətkardır, həm yaxşı insandır, həm yaxşı dostdur. Onu ürəkdən təbrik edirəm. Neçə gözəl illər arzu edirəm Raminə. Hər zaman onu sevən dostları yanında olsun. Biz onu çox istəyirik. Yaxşı ki, varsan deyirik Ramin. Bir də bir sual soruşuram. Mən özüm yeni başlayan aparıcılığa doğru gedirəm. Bir var sorğular edirəm. Mən nə məsləhət verərsiniz belə aparıcı kimi? Sənə hal-hazırda yalnız uğurlar arzu edirəm. Ali təhsil var. İnşallah, bəli, istədiyin kimi ali təhsil alasan və əsas odur ki, həvəs lazımdır. O da səndə var. Uğurlar. Çok сağ olun. Здравствуйте, Ceyhun Bey. Здравствуйте, şükür. Вы как? Спасибо, хорошо. Мы сегодня Рамин bəyin ad gündən bağlı sorğu çəkirik. Что можете сказать насчет сегодняшнего рождения? Насчет сегодняшнего дня rождения, əvvəla təbrik edirəm Ramini. Ramin mənim həm uşaqlıq dostumdur. Bir 30 ildən sonra da bilmişəm ki, qohumumdur akazvitsa. Onu təbrik edirəm. Ad günü hələ bir yerdə oturmuşduq, söhbət edirdik. 6 nəfər olmalıydıq. Ki, hələ ailəvi gedək yığışaq oturaq. Sonra oldu 15, sonra oldu 40. Maşallah, şükür olsun. Bu günlərdə bir 100-ə yaxın, 100-dən çox bəlkə qonaq var. Raminin xətrini istəyənlər hamısı buradadır. İndi gələ bilməyənlər də var. Çünki şəhərdə olmayanlar var, məclisdə olanlar var. Ramini təbrik edirəm. Uzun ömür, əsas can sağlıq arzu edirəm sənə. Bir də ki, ailəsi həmişə ailəsinin başında olsun. Еще можно один для себя вопрос спрошу? Я вот начинающий, так скажем, aparıcılıqla məşğul oluram. Что можете мне посоветовать как молодому начинающему интервьюеру? Посоветовать или пожелать? Посоветовать. Посоветовать, посоветовать, удачи желаю. Тут все желали, да, все. Да, А вот именно как совет. Самое главное, удачи. А совет могу посоветовать, что посоветовать тебе? Ну, немножко, так да скажем, да, насчет дикции.
Это не совет, это, то есть, чтоб ты не забыл. Dikçe şükür Allah o тебя хорошая. Biraz onun üstündə çalış, kitablar oxuy. Çünki indiki momentdə Azərbaycan dilinə daha çox üstünlükdür, bizim doğma dilimizdir də. Belə heç nə. Удачи. Oldu, çok sağ olun. Здравствуйте, Алия Ханым, как вы? Добрый день, замечательно, спасибо большое. Спасибо огромное за то, что вы сегодня с нами. Вам спасибо. Мы сегодня, вы сами знаете, Рамин нас позвал, чтобы мы тут собрали интервью насчет его дня рождения. Что вы можете сказать насчет сегодняшнего дня рождения Рамина? Во-первых, хочу сказать спасибо огромное гостям, нашим близким, родным, за то, что они сегодня с нами. Прекрасный вечер. Хочу сказать с днем рождения, его поздравить, пожелать в первую очередь здоровья, успехов. Он прекрасный человек, безумно талантливый музыкант. Я его очень уважаю, люблю. Наверное, Рамин Бей один из тех людей, которые рождаются, раз в 100 lет, может быть. Spasibo большое. Salam, salam. Biz bugün Ramin Bey əzizimizin ad gündəyik. Bu haqda nə demək istəyirsiniz bu tədbir məclis haqqında? Həm yaxşı insan olmaq, həm də sənətkar olmaq musiqi aləmində çox çətindir. Amma Ramin həm çox gözəl insan, həm də sənətkar. Bu iki məqam onda birləşir. Ramin mənə o qədər əzizdir, o qədər doğma bir insandır ki, yəni onun mənə özü də bilmədən o qədər yaxşılıqları dəyib ki, ona görə mən də özümə borc bildim ki, bugün onun ən xoş günündə iştirak edim. Ramin, mənim əzizim, səni təbrik edirəm. Xoşbəxt ol. Oldu, çox sağ olun. Sağ ol. Hamıya təşəkkür edirəm. Mən hamıya təşəkkür. Çox sağ olun.